Salam dostlar, bugün Çenlibel'dəyik. Burada toyuqlar gördüm, onları çekim dedim. Burada pompon toyuqları var. İndi burada başka hayvanlar da var. Cüce koşundu. Kar yağdı, toyuqdu. Xoruzu da ayaq bilmirəm. Sonra dovşanlar var. Qəşəng toyuqlardı. İndi orada flamingo zat var. Onları da çekim sizə. Flamingo, zibritler var. Qızıl rengi, altınca bir zibrit deyilir. Flamingodur, ördəklərdir. Ördəklər adı yadımdan çıxdı. Başqa, baxın orada. Yuvalar da var, ağacdan asılıb. Ördəklərin böyük ehtimal. Başqa da heyvan yoxdur məncə. Elə bulardı. Sağ olun dostlar. İndi görüşərik. İndilik bu qədər. Görürsən bunlar yumurtlayır. Çenlibel'de deyilənə görə dəqiq bilmirəm. Burada dovşanlar üçün atlıq da var. Neyse, sağ olun dostlar. İndi gələn birazdan hindi başlayarıq. Dostlar, indi ikinci videonu tezdən çəkirəm. Bunları heç görməmişdim. Tovuz quşları göstərəm sizə. Baxın. Baxın, şişmək istər. Ağı qanadını qaldırmaq istəyirdi. Baxın, burada da toyuqlar var. Qırqavul var. Bunları indi gördüm. Habeş toyuğu deyənə pompon. Fizanlar. Fizanları göstərim. Toyuğu yumurtaya oturub yəqin. Tavus quşları, 2 xoruz, 2 toyuqdur. Uzun quyruqlar xoruzdur. Yəni erkeği. Bunun rengi daha gözəldir. Göz quyruğu. Burada qırqavullar var, sülün deyilir Türk dilində. Burada bunun xoruz yadımdan çıxdı. Ay, neyse. Burada göyərçin var bir dənə. Orada yumurta var. Sonra yine burada qırqavullardır. Ördək səsi çıxartır. Burada da var qızıl rəngli qırqavullar. Qızıl başlılar. Gümüşlər. Sağ olun. Yine bir daha videonu devam ettirelim. Bakın orada qəşəng ördəklər gölün üstündə. Baxın. Çox yoxdur. Orada erkek yeşilbaş ördəyi var. Sonra bu tərəfdə ördəklər var. Onları da çəkeyim. Sonra uşaqlardan ayrı qalmayayım, ben gedim. Getdilər. Altına girdiler. Çıxacaqlar bu tərəflərdən. Getdi. O yeşilbaşlar təkləyib dişini. Neyse. İndi yine nəsə görsəm sizə göstərəcəm. Qaçım, dalda qaldım. Bunları çəkəcəm deyə. Hara getdilər bunlar? Onlar gedib çatdılar. Nə getdilər ora? Baxın dostlar, anqutlar. Angutlardır, baxın. Tutuquşlar, baxın. Bir dənə sakit olun. Baxın, sultan tutuquşları, papuqaylar. Sonra burada dovşanlar var. Baxın, orada nətər çıxıb sonra. Bunlara baxsın, şirinlərə. Sultan papuqaylar da qəşəngdir. Yuvaları çoxdur bunların. Kilit de vurublar. Başka nəsə var burada? Lazım olacak. Orada şəklə baxsan. Sacit Kral. Osman. Çox gözəldilər.
Heç qorxmurlar. O da adam görüblər ki, yox bu da şey, Osman bu da. Dəli oxşur bu. Osman. Şey yoxdur. Adi heç soğuşlar yoxdur. Bu dəli oxşur biraz. Baxın sıçır. Var dostlar, indi onları da göstereceğim. İndi gördüm. Baxın dostlar, papagoylar, soğuşlar. Gələm dağa. Hemis yox. Şey, dələdir məncə. Dəliyə oxşuyur. Baxın dostlar. Ben gözüm nəsə görüblər olandı. Baxın. Gözdə bir dənə şey. Nədir bu? Dələ deyil. Dələdir Bir de kendisi tutma bak burada çıkmadı. Dələ deyil Ha, yəni elimi bu. tut da. Dişlər ehtiyatlı ol. Buradan Dişlər ehtiyatlı ol. Dəliyə oxşur, dişlər ehtiyatlı ol Murad. Dəliyə oxşur. Baxın, qorxuram bundan. Nədir sizcə dostlar? Dəliyə oxşatıram mən. Başqa nəsə var burada? Qəribə heyvanlar ilk dəfə gördüklərim. Ördəklər çox sərbəstdir, hər yer istədikləri kimi gəzirlər hər yeri. Gəldi. Hara gedirəm, şu damcı gəlir. Çaxtaşma səsi bir şeylər YouTube'a. Nəsə yeyir burada. Baxın, ördəklər yenə. Diğer tərəfdən göstərmişdim, indi bu tərəfdən göstərim. Baxın, ördəklər çox sərbəst gəzirlər özləri üçün. Kayuq adı bu yəqin, kayuq ördəyi. Burada yaşılbaşın dişləri, çöl ördəyi yəqin. Bunlar yaşılbaşlardır. İçişini görmək istəyirəm. Bilmiyorum, qoyurlarsa sürməyə baxın, orada kiçik ördəklər var, yem yeyir. Orada bir yaşılbaş çıxıb suyun üstündə dönür. Çox qəşəng sərbəst yaşayırlar. Bu da dişisidir. Kürt oturub yəqin, kürt səsi çıxartır. İndi gəzək, baxaq başqa nəsə tapa bilirik, yoxsa elə bulardır. Bu heyvanlardırmı, yoxsa başqa heyvanlar da varsa. Çünki gəzdikcə bir heyvan tapıram. Ona görə istəmədim videonu dayandırım. Bu video bəlkə biraz uzun ola bilər. Həm hin, həm bura. Baxın, burada bir dişi çöl ördəyi. Yoxdur məncə bundan başqa heyvanlar. Elə bulardır. Gəlməyənlərə mən tövsiyə edirəm. Çox qəşəng heyvanlar, gəzməli yer. Restorandır bu. Bura. İndi getdilər dostlarım, gözü gedin. Geldim onların yanına. Baxın başqa nə tapa biliriksə. Gəzinti parkı. Böyle indi gedək. Sizi çəkmirəm. Yerləri çəkəcəm. Böyle meşədir, qəşəng. Buraya yoldur, çığırdır. Yəni burada heç bir heyvan olmaz məncə. Bir iki dənə quş olar. Burada başqa heç nə yoxdur. Skameykalar var, sonra belə işıqlar var. Yəqin axşam üçündür. Yəqin yox, çox böyük ehtimal. Çox qəşəngdir. İndi buranı gəzək, baxaq, hara gedib çıxır. Adama çox huzur verir. Çox gözəldir. Adam özünə heyran edir. Çox gözəldir, çox qəşəng baxıblar. İndi videonu saxlayıram, əgər nəsə tapsam çəkəcəm. Dostlar, yenidən gəldik. Burada dovşanların yanına gəzdik oranı. Bunlar da indi gördüm quyruqları olduğun quyruqlu dovşanlardır. Dovşandır məncə. Heç dovşan da oxşamır əslində. Siçana oxşur, ayaqları da çox kiçikdir.
Nədir sizcə dostlar bunlar? Bunlar ağnabozlu şeydir. Dovşan deyərlər, bilmirəm. Ayaqları çox nazikdir. İndi yem yeyirlər. Qurtardı. Qurtardı bütün heyvanlar. Bunlar idi gəzdi, heç birini tapmadıq. Olan bunlardır. Burada da nəsələr var. Bunlara bax sən. Adamdan qorxursa görə bütün bunlar. Baxın burada yem yeyir biri. 3 dənədir. O yemin yesin, rahat eləməyim. Baxın, yenə gəldik bunun yanına. İndi yem yeyən vaxtına çatdıq. Müxtəlif yemlər verilir, qarışdırıb. Ördəklər çoxdur əsas burada. Mənim ördəyim bu. Eyni odur. Videonu saxlayayım, başqa bir şey görsəm çəkərəm, yaxşı da indi davam edəcəyik. Videonu dayandırıb söndürəcəm yəni. Yenə bir daha salam dostlar. O qədər şeydən sonra gəldik Qariban köy hinimizə. İndi hində deyilik, bağdayıq. İndi girəcəm hinədə. Sizə göstərdiyim yerdən sonra orada restoran idi, Çenlibelin restoranı. Ondan sonra getdik parkına. Orada biraz eğlendik. Orada heyvan yok idi. Gözlerdim heyvan olsun orada. Ama olmadı. Neyse. Şeyler de yetişir. Bayaklar bir iki tane alıblar evdekiler. Bu arada kartof kimi yerden çıxırlar. Bunlar da yoktu əsas. Bu tərəfdə olan, bu tərəfdədirlər. Bakın burada çeyrek. Bunu almadan dayanabilmem. Burada biri de var. Onu da alalım. Burada da var. Başka bu tam yetişmeyeyim. Başka. Buraya bakın, yerden çıkırlar. Yerde kaldı diye diğer taraflar, yere basan yeri çok şey olmuş. Adı nədir? Qızarmır. Çox əyləncəli keçdi. Sonra oradan parka getdik. Viking gəmisinə mindik əsas. Ən maraqlısı o idi, Viking gəmisi. O Viking gəmisindən başqa maraqlı olan diğeri maşın, çarpışan maşınlar idi. Başqa da elə maraqlı olan atraksiyon yox idi mənə görə. Ne yalan deyim, 6 dəfə mindim Viking gəmisinə. Ən maraqlısı olduğu üçün 2 dəfə də çarpışan maşınlara. Başqa da maraqlı olmadığı üçün digərlərini bilmədim. Mən ikisi də yetişib. Bunun dadına indi baxmaq istəyirəm. Çox qəşəng dadı var. Bunu quşlar yeyib. İki dənə var imiş, birini quşlar yeyib. Halal xoşlardı. Nə deyim? İndi bunlar çox da əl vurmayayım. Ola bilər ki, kampı tutmaq üçün belə saxlamış olsunlar. Mən də gəlib yığıb tutarmayayım, qalsın. Dedim, görməyiblər yağın. Bu qədəsində görməməzlik olmaz. Yağın özləri saxlayıb. Burada əhəng var ki,
Göydaş qarışıq olan. İndi gəldik köyümüzə. Bu kilidi uşaqlar qırıb. Uşaqları bu da dayanmır. Kilidi qırıblarsa mən nə deyim daha. Kilit açar orada qala gedib qırıblar. Toyuqları da çıxartım, gəzsinlər. Bir günləri gəzməyiblər ki. Sər baxanam, bir də ailəm baxıb sularını zadını verib. Başqa bilmirəm, ölən qalan nə varsa indi görəcək. İnşallah pis bir şey olmayıb. Gitti. Heç nə olmamışdır inşallah. Hamısı sağ-salamatdır və yumurtlamışlar. Öf, bu nə pisin gəlir buradan. Vay vay vay. Oy, qazlar da bıraxılıb bura. Qazları mən bura bıraxmamışdım, ailəm bıraxıb. Nəfsin gəlir. Oy, adam nəfəs ala bilmirəm burada. Yenə yoxdur yumurta, bunlar nə vaxt yumurtlayarlarsa. Orada da yoxdur. Uzağı bir həftəyə yumurtlayarlar məncə. Bu qədər də çox çəkməz. Toyuqları yem verim. Tip 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 tip. Geldiler. Niye çağırırım ben bunları? Çık çık. Oradan mənə qalan bir şey oldu. O toyuqları çəkdim. Video üçün onlar qaldı mənə. Bu videonun başladı. Eğer küt toyuq olsaydı istəyərdim onların yumurtasından bilmem verərdilərsə. Ödənişli olsa da belə almaq istəyərdim. Eğer küt heyvanım olsaydı. Ailəm bunların üstündə nə qədər yemyaşlar heyvanlar. Portağala bax. Hinduşkaya bax. Özü valla sən gərək bunlara baxasan yoxsa. Nətər gəldi baxırlar. Oradaki toyuqda görürsən, axşam ara gedir. Orada zibritlər var idi. Heç bir qəfəs hin yox idi. Cücə koşun için deyəsən, cücə koşun için var idi. Sonra pomponlar için var idi. Ama zibritlər için çox idi. Uzun dar zolaq idi. Sizce neceydi? Oradaki hayvanlar, oranın təbiəti. İndi orada 3 video çəkdik. 1 dəqiqə 50 saniyə, 1 dəqiqə 30 saniyə belə. Bir də 8 dəqiqə, neçə saniyə onu da bilmirəm. Onları birləşdirəcəm. Bir 10-11 dəqiqə olacaq. Bu videoda bir 10 dəqiqə olsa 20 dəqiqəlik video çıxır. Ay cici maşallah. Qəşəng. Ölürdü bu axırıncı dəfə bu şey qarğa para məktubları. Onda ölürdü bu. Heç halı yox idi. Diğer ana. Diğer de o da ölürdü. Heç halı yox idi. Bilməm nə olmuşdu onlara. Şükür olsun düzəldilər. Bundan çox səslər gəlir. İnanıram buna. Tez yumurtlasın. İndi videodan sonra qazları bırakacağım bayrağı. İndi yanlarında dayanır tabii ki. Çünkü paxlaları yeyirlər. Neçə ildir paxla ekir ailə. Evdəkilər. Paxla hasat edə bilmirik, yəni yığa bilmirik.
qazlara görə. Cücələri də toyuqları var. Hara gəlib girirsən? Toyuqları açmaq istəyərdim, amma ki olmur da. İndi bunlar üçün atacağım içəri. Bəlkə elə ki qazları da açan deyiləm. At ataram içəri yeyərlər. Evet, otdur. Bağda yoxdur ot. Bağda ot yoxdur, bağlansın piçilib. Artıq gəmələrə yığılıb. İndi baxım otlardan yumuşaq kimisi varsa özüm üçün biraz ayırtacağım bir kisəyə. Adı çıxdı. O lastiklərin azı bir şeycəsi təkərlərin içinə qoymağa. Hinduşka böyük bu idi. İndi biraz bu olub. Bu Kürt oturandı. Bu Kürt oturanda o bir seçim yumurtlamayıb. Oradaki ördeğin en iyisi. Bakın. En iyisi biraz onun sinesinde çilleri vardı, kara. Kara çiller vardı. Bunda çok da yoktu. Oradaki ördekler güzeliydi. Sonra yolda neçə dənə toyuqlar gördük. Tutanışsa ayağa dönüp çöken kim geldi? Yani çökəndə yani bilin ki yumurtlamağa hazırlaşır. Az bir zamanda yumurtlayacaq. Toyuğun kürəyinə əl vuranda o yatırsa əlinizin altına o yumurtlamağa az qalıb ya da yumurtluyor. Xoruzu olsa da olmasa da bu olur. 1-2 toyuq da olmur sadəcə. Ha baxın artıq cütləşmələr başlayıb. Xoruz söşlənəmədi. Onu çəkdim. Xoruz elə dayanmır. Cumhur başını deşir xoruzun. Niyə seçlənəmədi? Yağın deyir, görməmişsən nə vaxtında al sənin olsun. Neyse, zarafat bir yana o toyuqla başlayacaq. Toyuqlar artıq deyirəm bir həftə ərzində başlayacaqlar. Ən azından gündə 5 yumurtalaram məncə bir həftə ərzində. Məncə. Ördəklər atabala çimirlər. Sular da az qalıb, bunları da doldurum. Bunlar da çinmək lazım deyə. İlk günündədirlər. Neyse, baxın orada yenə bir cütləşmə kəl toyuqla qırmızı xoruz oldu. Çünki o yumurtlayacaq idi. Bunlar kəsildi deyiyordu. Başlamadı yumurtaya. Çünki bunlarda belə qısqanmaq kimi bir şey var. Biri yumurtladı, diğerləri yumurtlayacaq. Biri kəsdi yumurtanı, diğerləri kəsəcək. Təbii ki, biri kəsəndə kəsmədilər. Bir neçəsi kəsdikdə diğerləri də avtomatik olaraq kəsir. Amma ki yumurtaya biri başladı, diğerləri də dalı başlayır və yaxud elə olur ki hamısı dayanıb ikisi üçü birdən başlayır. Portağala baxın, o portağala 2-3 dəfə çıxartmışam bara. Dəlilənir bara çıxmaq üçün. İndi otu qırıb gətirəm, onlar içəri girmədən ot yesinlər. Bugün nə heç bayra çıxmayıblar, indi buraxdım bayra. İndi yumurtlayacaq toyuqlar bir o kəl toyuqdur. Sonra çilli toyuqdur. Portakal çıxdığı yerə bax. Portakal çıxdı bayra. Bir dəfə çıxmışdı, mən dedim bu hardan çıxır da. Bundaki biçliyə baxırsan. Onun üçün soxur da başını. Sən demə bu mən olmayanda evdə. Daha doğrusu burada olmayanda o çıxırmış. Bura qarışqalar neyini bə. Vay. O birinci gittiğimiz yere heç nesinde olmasa bir toyuqlara göre, heyvanlara göre giderdim. Ondaki biçliğe bak sen. Biçliğin sayesinde özgürdü. Ay, tükenmiştim ya oradan gelenden sonra. O Viking gemisinin etkisinden hele de ayıla bilmirəm mən.
Bir dənə hündürə çıxırdı. Bu evdən də hündür idi. Bu evin neçə metrə seçə bilmirəm dəqiq. Bu evdən də hündür idi. İki evdə ya. Bu evdən də hündürə çıxırdı. Bir dənə yuxarıya çıxırdı. Xaçmazın Çənlibel restoran yox, digəri parkı. Bir çarpışan arabalar, bir də ki Viking gəmisi. Ən maraqlısı bunlardır. Ondan başqa maraqlısı yoxdur. Ballı oğlum. Xoşum gəlir də bu xoruzdan. İndi siz də belə bilə bilərsiniz. Yəni xoruzlar yaxınlıq etdiyi vaxtda bilmək olar. Bunun başlamayacağın. Ha, baxın orada əmimgilin toyuğunda oldu. Bunlar demək olar ki, hamısı başlayır da. Bir-iki dənəsinin çıxmaqda. Neçənin toyuğum var? 14 qaldı. Bir nəsə oldu, gitti. Onlardan birini çıxsaq, o pensiyaya çıxıb qarası. Qalan 13-ündən hamısından yumurta gözləyirəm mən. Digərlərində heç bir problemi yoxdur. Ən azından günə bir 8-9 yumurta istəyərdim. Olmanla yumurtlayırdılar 10 toyuğa belə 8-9 yumurta. Maşallah, maşallah yumurtlayırdılar. Sonradan kəsilirlər neysə. Haqq verirəm. Onların da istirahət etmək haqlarıdır. Aylarla yumurtlayıb. Ən azından bir ay yarım onlar da istirahət eləsinlər. Heç bir əsəbləşmirəm. Belə videolarda deyirəm. Belə məzə amaçlı. Bəziləri ciddiyə alır. Neysə. Mən çox şeyi ciddi danışmıram da, yəni. Belə məzə nə deyirəm. Zarafatca deyirəm. İçəri tökdüyüm ota baxın, sapsarı olub, günəş qurutub. Videoda 16 dəqiqəli oldu. Sizin üçün uzun video. Bir 10 dəqiqəsi Çənlibel, fərqli heyvanlar. Gərçinlər var idi orada, gərçinlər çəkənmədim, heyf. Adam var idi deyə daha çəkənmədim. Heyf, burada məncə çoxsu gərçin həvəskar idi. Amma yenə də olsun, digərlərini çəkə bildim ən azından. Qarğaya baxsan, o da bilir ki. Bir tədə qorxur. 2 dəqiqə çəkilim buradan. 2 dəqiqə olmayın buradan. Qaça gəlib. Yiyib aparır bunları. Buna görə də ki, 1 dəqiqədə buradan tərpənə bilmirəm. Gərək cücələri salıb gedim. Sizcə dostlar, yenə bir daha soruşum, artıq ördəklər böyüyüb. Ördəklərin hər bir şey çıxıb, tükləri. Hər bir tükü çıxıb. Bir dənə qanadları yarımçıq çıxıb, onlar da çıxır. Yarıdandır. Demək olar ki, anaç heyvan boyutundadılar. Erkək ördəyi də sürün bu tərəfə, boylarına baxın. Demək olar ki, erkək ördəklə eyni boydadılar, qanadlarını gördü sömürəm. Qazlar da özlərimi daha soxmadılar orayı. Baxın, boyutdan görürsünüz də erkək ördəklə. Birazca fərq var, 1-2 razmıyız. Təxminə eynidirlər, gördünüz də. Sizcə onları qarğa aparmasa da, yəni başlarını kəsə bilər bunu məsələn. Bunları mən dışarıdan tapacağım görəsən. Kənddə görəsən, saxlayan var ördək. Birini bilirəm, ağ ördəklər, Pekin ördəklər saxlayır, o bilmirəm də satırsa. 2 dənə erkək ördəyi var, dişi də bilmirəm 6 dənə də nəsə var. Sonra yaxın bir qonşumuzda bal ördəklər var, indi onlar bilmirəm saxlayacaq özləri üçün, kəsəcəklər, kəssələr əgər. Belə almaq olar, pomponlardır, kəkilli, papaqlı. İndi kəssələr, əgər saxlamasalar almaq olar yəni.
şeydə saxlamaq almaq olar. Saxlasalar, verməsələr heç, saxlamışlar almaq olar. İndi heç nə deyə bilmirəm, dağıq. Qismət Allahdan, xeyirlisi Allahdan. Lal ördəyi də almaq istəyirəm. Sən bala alım. Bala olanda daha yaxşı xoşuma gəlir. Adamdan çox qorxmur da. Yoxsa başqa nə gətirdiyim ürkək olur. Xoşum gəlmir ürkək heyvandan da çox. Ürkək olmuşdu mənim heyvanlarım. Belə bir-iki dəfə bayırda qaldılar. Bu erkək ördək yaşılbaşa görə oldu. O ifritəyə görə. Qoymadı hinə girməyə. Qoymadı demək ki, belə. Bunun da dişisi var idi. O lal ördəklərə minmək istəyirdi. Böyle pis çıxacaq neysə. Onları dişlər də qoymurdu. Yaxın gəlsin. Onlar da uçub gedirdilər. Getdilər qonşunun bağlarında qaldı. Damların, evlərinin damında qaldı belə. Hinə gəlmədilər arada. Bu hinin üstündə yatırdılar. Barlarda, ağaclarda bilmirəm, yox, yatmırdılar məncə. Damlarda belə yatırdılar. Sonra bir dəfə videoyu başlamamışdan əvvəl video çəkməmişdim heç. İlk dəfə hiç çekmemiştim video. Ondan belki bir ay, belki de ondan az evvel şey oldu. Adını siz deyin. İtler gelip lal ördəkləri tuttu. Toyuqları tutmuştu. Sonra sabahsı gün ördəklər də təəssüf ki tuttu. Çünkü ördəkləri serbest yaşayırdılar. Ne gecesi ne gündüzü yine gelmediler. Ne yem verirdim, ne su verirdim. Arxdandı, yoldandı suyunu içirdi. Yemdeki ot yeyirdilər. Nə bir erkəkləri yox idi, amma 2 dənə dişi idi. Dişilər də bilirsiniz ki, uçağandı. Erkəklərə baxdıqda, erkəklər ağır çəkili olduğu üçün uça bilmir. Məsələn, hinduşka da elədi. Hinduşka da ağırdır deyə erkəklər uça bilmir. Dişləri çox qəşəng uçur. Bunlar da qaldılar bayırda. Sonra itlər bilməm necə oldusa, bilməm yerə yem yemək üçün düşəndə gəlib apardılar. Ovçarka idi. Ovçarkalar bilirsiniz də. Sürətin. Gəlib apardılar. İkisini. Birini yolda, birini də qonşunun bağında parçalamışdı. Olsun, sağ olun da, sağ olsun, yaxşı baxın. Gələn videolarda görüşmək ümidi ilə. Görüşərik.